Selamlar kızlar. Deməli mən çölə getdim, gəldim. Orada işte çəkmədim. Sadəcə parka getib gəlmişik. Burada çox ütüm var. Qızımı gətirdim, qoydum yanıma oynamağa. Zaten çöldə çox yatmadı. Ona görə çöldə çox saxlamadım. 1 saat falan. Deməli qızlar, sizin üçün bir mini resept çəkmək istəyirəm. Burada deməli buterbrodla şprot çəkmək istəyirəm. Şprotdan buterbrod. Deməli neylədim? Birinci çörəyi qızardıram burada. Biraz da çox az zeytun yağı əlavə eləmişəm bura. İndi bunlar qızarır. Burada nələr var? Burada Sezar sosu ilə olivkovu mayonez qarışdırmışam. Mayonez zeytunludur. Fərqi yoxdur. Sezarla mayonezi qarışdırmışam və biraz da zeytun yağı. Belə bunun üzərinə çəkəcəm. Şprotlar buradadır. Biləm bunları da bölün. Çox böyük olmasın əslində. Baxın bu soğanlı, bildiyimiz soğanlı. Baxın götürürük bunu. Belə çəkirik bunun üzərinə. Üstləri də çəkəcəm indi. Burada qızardıram. Baxın, balıqları belə düzdüm üzərinə. Da yenə qaldı. İndi bunu da eləyəcəm. Çünki saxlama, bir gün artıq saxlamalıyız. Yəni ki 3 boş qab çıxacaq. Onu da eləyim. Üzərinə də soğan əlavə eləyəcəm. Baxın, belə bir şey oldu. Gəlin indi bir dənəsinin dadına baxın. Dadlıdsa yenə düzəldim. Çok tatlıdır kızlar. Göz hakkınızı halal edin. Dəhşət tatlıdır. Düzdür, biraz yağlıdır ama tatlıdır çox. Belə 3 dənə qab oldu kızlar. Xeyli oldu. Təəssüf ki bu güllər soldu. Ona görə tullamalı olacağım. Çox pis oluram. Nə baxın, çiçəklər də tökülür artıq. Belə bir atıştırmalı hazırladım özümə. Yanında da çayım. Kalbasa çörəkdir. Bu da dünənki hazırladığım sizə reseptini çəkmişdim o. Deməli qızlar, karqon açarkən sizinlə bir məsələni bölüşmək istəyirəm. Ümid edirəm bunu çox səmimi qəbul edirsiniz. Çünki həqiqətən olan demək istəyirəm. Son vaxtlar, yəni son videodan uzun müddət keçib, düzdür. Son atdığım videodan. Düzünü desəm, əslində mən çox həvəsli başlamışam. Hələ də həvəsim qalıb, düzdür. Amma nəsə motivasiyadan düşmüşəm. Bilmirəm bu niyə belədir. Ola bilsin, bəlkə mənim xarakterimdən irəli gəlir. Ola bilsin, izləyici sayımın az olması məni biraz demotivasiya eləyir. Düzdür, aktivlik var, görürəm. Like'larınızı, kommentlərinizi, baxışlarınızı görürəm. Amma elə bil ki, nəsə yenə də nəsə çatmır. Düzdür, negativ bölüşmək istəmirəm sizdən heç bir vaxt. Amma düzünü desəm, elə buna görə də bir həftədən çoxdur video montaj edə bilmirdim. Düzdür, arada çəkirdim, amma o qədər çox da çəkmədim. Düzünü desəm, elə bu unpackingdir, biraz oradan buradan çəkmişdim. Yəni biraz unuduram sanki hətta çəkməyi. Yəni həvəsdən düşmüşəm ona görə. Çünki ilk başlarda nə görsəm deyirdim, bunu da çəkim vloga, bunu da çəkim vloga. Amma indi biraz motivasiyadan düşmüşəm. İnşallah dediyinəm bu düzələr. Belə olmaq istəmirəm. Bilirəm ki, başlarda hər kəs çətinlik olur. Amma yenə də lazımdır ki, bütün enerjini, bütün istəyini bu işdə qoyasan. Mən də zaten belə eləyirəm həmişə. Yəni həvəsim olmadıqda zaten buraxıram ki, tam həvəs qayıtsın və sonra bu işi görüm. Ona görə də dəstəyinizi əsirgəməyin. Mənə sizin dəstəyiniz çox vacibdir. Təşəkkür edirəm baxdığınız üçün, izlədiyiniz üçün, paylaşdığınız üçün, məni takip etdiyiniz üçün. Mənə çox xoşdur, çalışacağım sizin üçün. Çox maraqlı kontentlər yaradım. Çox maraqlı materiallar çəkim inşallah. Deməli qızlar, burada iftar üçün yemək pişirirəm. Çay dəmləmişəm, özüm də içəcəm çaydan. Qəşəng xeyli çay dəmləmişəm. Hal edin. Deməli burada toyuq qızardıram. Toyuq filesi, qreçka ilə eləyəcəm onu. Burada mərci supu
ki. Deməli, burada mənə salonda nəsə görülən bir saç boyası var. Salonda vertikal. Dedik ki, çox yaxşıdır. Mən də aldım ondan. Demək ki, Constant Delight Eye Color. Şimdi mən çox vaxt evdə yeyirəm dibləri özüm. Çünki məndə tez-tez çıxır. Bu da salonda gəndə tez çıxmadı deyə ara vermişdim biraz, amma indi artıq çıxıb deyə vuracam. Bundan da budan suyudur. Belə bir butulka dedi ki, yarısı bunun bəsdir diblərə, yəni dedi ki, çox olacaq hətta. Dedi ki, yarısını istifadə elə. Ara kimi demişdi, dedi deyəsin, buralara kimi olmuşum. Dedi ki, yarısını hətta çox olacaq. Ona görə yarı-yarı dedi istifadə edərsən. 15 manat idi bunun ikisi bir yerdə. 15 manata verdim. Düzünü desəm, nəticə heç xoşuma gəlmədi. Saçlarım tünd oldu və ümumiyyətlə boya çox da belə wow deyildi. Ona görə bir də almayacağım yəqin ki. Burada isə gəldim, qabları bir anda yudum. Kaş ki düzdür, o qədər də tez olmadı, amma səliqəli oldu. Növbəti gün isə mərkəzi parka gəzməyə getmişdik. Rəfiqələrim də gəlmişdi. Sonra yoldaşım gəldi, bizi götürdü. Oradan getdik Crescent Mall-a. Bu arada keçən Crescent Mall videom nəsə keyfiyyətli alınmayıb, bilmirəm niyəsə. Bunu yükləyəndən sonra gördüm və artıq videonu silmişdim deyə heyfim gəldi. Silmədim YouTube-dan. Dedim, eybi yoxdur, qalsın. Növbəti dəfələrdə daha keyfiyyətli olar. Materialları da sildim. Burada isə yumurta dietasına başlamaq istəyirdim. Bir dənə diyeta tapmışam yumurta. Hal-hazırda 65 kiloyam. Amma ki daha arıqlamaq istəyirəm. Növbəti keçidim isə Novruz bayramında bizi papaq atdılar. Son çərşənbədə, ilaxır çərşənbədə. Və bizdə əslində elə çox şeylər yox idi. Ona görə mümkün olan qədər doldurmaya çalışdım papaqları. Bilmədim indi ki, uşaqlara nə maraqlı olar. Əlavə pul da qoyduq. Bugünlük bu qədər. Sonra kimi izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.